Deyir ki, sıradakı 16 figurdan hansıları qanuna uyğunluğu pozur? Yoldaşlar, bu sual simmetriyadır. Əvvəlki illərdə müsabiqədə də istifadə olunub bu sual. Həm də magistratura imtahanında da bu suala oxşar sual istifadə olunub. Bir nömrəli şəklin, bunların hamısını nömrələyək ilk öncə bizim üçün daha rahat olması üçün. Deməli, bir nömrəli şəklin simmetriyası hardadır? Simmetriya nədir? Güzgü əksidir. Baxın, 10 nömrəli şəkildir. Sadəcə bunun yuxarısı qaradır, bunun yuxarısı ağdır. Amma xəttlərinə baxın, bu sağa doğru baxır, bu sola doğru baxır. Bu sola baxır, bu sağa baxır. Bu sola baxır, bu sağa baxır. Yəni, tam olaraq bir-birinin simmetriyasıdır. 1 ilə 10. 2-nin simmetriyası hardadır? 2 nömrəli şəklin simmetriyası yoxdur. 3 nömrəli şəklin simmetriyası hardadır? 3-ün simmetriyası baxın 9-dur. Birinin yuxarısı ağdır, o birinin yuxarısı qaradır, amma xəttlərinə baxın, görəcəksiniz. Bir-birinin simmetriyasıdır. 4-ün simmetriyası 11-dədir. Baxın. 4 ilə 11 simmetrikdir. 5-in simmetriyası 12-dədir, baxın. 5 ilə 12. Biri sağa necə baxırsa, o biri də sola eyni qayda ilə baxır. 6-nın simmetriyası 16-dadır. Görə bilirsinizmi? Ən axırıncı. 7-nin simmetriyası 14-dədir. 7 ilə 14-də baxın. 8-in simmetriyası da 15-cidir, baxın. 8 və 15. Bir-birinin simmetriyasıdır. Bəs nəyi yazmadım burada? 13'ü yazmadım bir də. 13 nömrəli şəklin simmetriyası yoxdur. 2 və 13. İkinci şəkil hansıdır aşağıda? Elə 2 nömrəli şəkildir. 13 nömrəli şəkildə 4-cü şəkildir. 2 və 4 sizin cavabınızdır.